Salam əziz şagirdlər. Növbəti video dərsimiz trigonometrik funksiyalardır. Trigonometrik funksiyalarda ilk növbədə biz bilməliyik uşaqlar bucaq anlayışını. Bucaqlar qarşımıza iki formada çıxacaq. Dərəcə və radian. 30 dərəcə, 45 dərəcə, 90 dərəcə, 120 dərəcə və s. Radian formasında isə pi bölünsün 6, pi bölünsün 4, pi bölünsün 2, 3 pi bölünsün 2 və s. formasında qarşılaşacağıq. Hər birimiz dərəcədən radiana, radiandan dərəcəyə keçid elə bilməliyik. Dərəcədən radiana keçərkən verilən bucağı alfanı pi bölünsün 180 dərəcəyə vurmalıyıq. Məsəl üçün, verilib bizə 135 dərəcə. Onu radiandan ifadə eləməyimizi istəyir. O zaman 135-i pi'yə vurub 180 dərəcəyə böləcəyik. İxtisarlarımızı eləsək, 45-ə böləndə 3, 45-ə böləndə 4. 3 pi bölünsün 4. Və yaxud da verilib bizə 150 dərəcə. 150 dərəcəni radiandan ifadə elədiyimiz zaman 150-ni pi'yə vurub 180-a böləcəyik. 30-a böləndə 6, 30-a böləndə 5. 5 pi bölünsün 6. Radiandan dərəcəyə keçdikdə isə verilən bucağı 180 bölünsün pi'yə vurmaq lazımdır. Məsəl üçün, tutalım. 3 pi bölünsün 4. 180 dərəcə bölünsün pi'yə vursaq, pi'lər getdi. 4 ilə 180 dərəcə ixtisar olunur 45. 3 vurulsun 45-də 135 dərəcə. Və yaxud da 5 pi bölünsün 2. Vururuq 180 bölünsün pi'yə. Pi'lərimiz ixtisar gedir. 90 vur 5, o da 450 dərəcə. Bəzən uşaqlar qarşımıza kosinus 1 və yaxud da ki kosinus 1 dərəcə formasında iki bucaq çıxacaq. Onlar bir-birinə bərabər deyil. Əgər verilən ədədin üzərində dərəcə işarəsi yoxdursa, o deməli 1 radiana bərabərdir və radian təxmini 1 radian 57 dərəcədir. Təqribi. Və kosinus 57, kosinus 1 dərəcədən müqayisə eləməyimizi istəyirsə, daha kiçikdir. Bunu kosinusların xassələrinin içərisində öyrənəcəyik. Və yaxud da ki, sinus 2 və sinus 2 dərəcə. Bunları da bir-birinə bərabər deyil. Əgər burada 2 verilibdirsə, o bizə verəcək nəyi? 2 vurulsun 57 dərəcənin təqribi, o da eləyəcək sinus 114 dərəcə. İndi isə danışaq rüblərdən. Koordinat müstəvisində bura 0, 90, 180, 270 və 360 olaraq yerləşdiririk. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Birinci rübbümüz uşaqlar olacaq 0-90 aralığında. İkinci rübbümüz olacaq 90-180 aralığında. Üçüncü rübbümüz olacaq 180-270 aralığında. Dördüncü rübbümüz olacaq 270-360 aralığında. Və əgər bizdən tutalım, məsələn, 405 dərəcəni soruşarsa və yaxud da 700 dərəcəni soruşarsa, 980 dərəcənin hansı rübbə düşdüyünü soruşarsa, nə edəcəyik? 405 dərəcəni tapmaqdan ötürü əvvəlcə baxırıq ki, 405-in içərisində neçə dənə 360 var? Bir dənə. Bir dəfə 360 quruğu vuracaq və üzərinə də 45 dərəcə gəldiyimiz zaman 405 dərəcəyə tamamlanır. Yəni 405 birinci rübbün bucağıdır. 700. 700-ün içərisində bir dənə 360 var və 360 üstə gəlinsin 340-a bərabərdir. Deməli 340 dərəcəni götürürük. O da verir bizə dördüncü rübbü. 980-ın içərisində 2 dənə 360 var. 720 dərəcəni çıxdığımız zaman geriyə qalır 260 dərəcə. Deməli 980 260 dərəcənin eyni üst-üstə düşəcək. 260 dərəcədə üçüncü rübbün bucağıdır. Koordinat müstəvisində saat əqrəbinin əksi istiqamətində getdiyimiz zaman müsbət, saat əqrəbi istiqamətində getdiyimiz zaman mənfi dərəcə olaraq qeyd edirik. Məsələn, mənfi 75 dərəcə, mənfi 210 dərəcə və yaxud da ki, mənfi 180
5 dərəcə. Əgər bunların hansı rütbə düşdüyünü soruşarsa, deməli, bura 0-dır. -75, bura -90 olacaq. -180, -300, -270 və -360 olaraq qeyd edirik. -75 4-cü rütbün bucağıdır. -210-u tapmaqdan ötürü bura düşəcək. 2-ci rütbün bucağıdır. -185 ikinci rütbün bucağıdır və yaxud da verilən bucağı 360-dan çıxaraq hansı rütbə düşdüyünü görmək də mümkündür. Daha sonra isə danışaq vahid radiuslu çevrədən. Mərkəzi koordinat başlanğıcında olan və radiusu 1-ə bərabər olan çevrəyə vahid radiuslu çevrə deyilir. Vahid radiuslu çevrədə bu bizim radiusumuz, y oxu, x oxu. Burada bir düz bucaqlı üçbucaq quraq və trigonometrik nisbətlərə baxaq. Bura y oxunu verir, bu da x oxunu. Gəlin trigonometrik nisbətlərə baxaq. Sinus alfa, kosinus alfa, tangens alfa və kotangens alfa. Sinus alfa biz 8-ci sinifdə öyrənmişik ki, qarşıdakı katet bölünsün bitişik hipotenuza bərabərdir. Qarşıdakı katet böl hipotenuz. O da olacaq. Qarşıdakı katetimiz y, hipotenuzumuz 1. Deməli, sinus alfa y oxu ilə eyniləşir. Kosinus alfa isə bitişik katet bölünsün hipotenuz. O da x oxu bölünsün 1-ə, yəni x-a, burada y-a. Tangens alfa qarşıdakı katet bölünsün bitişik katet olacaq. Y bölünsün x. Kotangens alfa isə bərabərdir bitişik katet bölünsün qarşıdakı katetə. Yəni x bölünsün y-a. İndi isə danışaq trigonometrik əsas eyniliklərdən. Trigonometrik əsas eyniliklər. Birinci düsturumuz olacaqdır belə. Sinus kvadratı alfa üstə gəlinsin, kosinus kvadratı alfa bərabərdir 1-ə. Eyni bucaqların sinusu ilə kosinusun kvadratlarını topladığımız zaman 1-ə bərabər olur. Biz buradan sinus kvadratı alfanı tapsaq, 1 çıxılsın kosinus kvadratı alfaya, kosinus kvadratı alfanı tapsaq, 1 çıxılsın sinus kvadratı alfaya və yaxud da ki, sinus alfanın özünü tapsaq kök altında 1 minus kosinus kvadratı alfa olacaq. Kosinus alfanı tapsaq kök altında 1 minus sinus kvadratı alfaya bərabərdir. Eyni zamanda vahid radiuslu çevrədə də həmişə x-in kvadratı üstə gəlinsin, y-in kvadratı bərabərdir. Bir şərt ödənilməlidir. Yəni koordinatların kvadratlarının cəmi 1-ə bərabərdir. Bu düz bucaqlı üçbucağa əsasən vahid radiuslu çevrədə həmişə bu şərt ödənilir. Daha sonra ikinci əsas eyniliyimiz tangens alfa bərabər olacaqdır. Y bölünsün x şərtinə əsasən biz oradan sinus alfa bölünsün kosinus alfa yaza bilərik. Kotangens alfa da onun tərsi olduğuna görə deməli kosinus alfa bölünsün sinus alfaya bərabərdir. Və yaxud da dördüncüsü tangenslə kotangens qarşılıqlı tərs ədədlər olduğunu nəzərə alsaq, onların hasili də nəyə bərabərdir? 1-ə. Beşincisi, bu ifadənin hər tərəfini sinus kvadratı alfaya və kosinus kvadratı alfaya ardıcıl bölsək, o zaman 1 üstə gəlinsin tangens kvadratı alfa bərabərdir 1 bölünsün kosinus kvadratı alfaya. 6. 1 üstə gəlinsin kotangens kvadratı alfa isə bərabərdir 1 bölünsün sinus kvadratı alfaya. Bunlar bizim əsas eyniliklərimizdir və məsələləri bu düsturların köməyi ilə həll eləyəcəyik. Gəlin danışaq indi trigonometrik funksiyaların qrafikindən və xassələrindən. Y bərabərdir sinus x funksiyasının qrafiki və xassələri. Başlayaq. 0, 90, 180, 270 və 360. Mənfi tərəfində quraq, -90, -180, -270 və -360. Y oxu, x oxu. Bu bizim sinus x funksiyamızın
qrafiki. Asimptotlarında quraq, bura 1, bura -1. İndi isə qrafikə baxaraq biz onun xassələrini qeyd edə bilərik. Birinci DF. Qrafikə baxdığımız zaman görürük ki, bu qrafiki hətta uzatmaq da mümkündür. Mən indi 360-a qədər olan hissəsini çəkmişəm. Bu qrafiki sağa və sola istədiyimiz qədər uzada bilərik. Deməli, trigonometrik funksiyada sinus x funksiyasının DF-i təyin oblastı hər şeyi ala bilər. Mənfi sonsuzluq, müsbət sonsuzluq. 2. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğuna görə isə baxırıq ki, -1 və 1 ilə məhdudlaşdırdığına görə sinus x ən kiçik -1 ola bilər, ən böyük isə 1. Üçüncü, sinus x funksiyası dövrü funksiyadır. Dövrüdür və periodu 2π'dir. Yəni, hər 360 dərəcədən bir qiymətlərimiz təkrarlanır. Sonra, birinci rübdə 0-90 aralığında, bir də 4-cü rübdə. Qrafikin qolları yuxarı qalxdığına görə artır 1 və 4-cü rüblərdə. Artır, deməli düz mütənasibdir burada. 2 və 3-cü rüblərdə isə azalır. Yəni, burada tərs mütənasibdir. Müqayisə eləyərkən böyüyü kiçik, kiçiyi də böyük götürmək lazımdır. Daha sonra isə 1-ci və 2-ci rüblərdə 0-90 aralığı 1-ci rüb, 90-180 aralığı 2-ci rüb. Müsbət qiymətlər alır. 3-cü və 4-cü rüblərdə isə mənfi qiymətlər alır. Və sonuncu xassəmiz, 6-cı xassə, sinus x funksiyası tək funksiyadır. İçərisindəki mənfini olduğu kimi qarşıya çıxarda bilir. Bunu qrafikdə də görmək mümkündür. Hansı ki, 90 dərəcədə 1 alır, -90 dərəcədə isə -1 alır. Daha sonra gəlin danışaq kosinus x funksiyasından. Sonra onlara aid nümunələr göstərərik. Kosinus x funksiyasının qrafikini quraq. Əvvəlcə rüblərimizi, dərəcələrimizi qeyd eləyək. 0, 90, 180, 270 və 360. -90, -180, -270 və -360 dərəcə. Y oxu, X oxu. Deməli, qrafikimiz birdən başlayır, düşür aşağıya. Sol tərəfini də çəkək. Deməli, asimptotlarımızı quraq. 1, -1. Bura 1-dir, bura -1-dir. Deməli, qrafikə əsasən gəlin xassələrini qeyd eləyək. Birinci DF. Qrafiki sağa və sola istədiyimiz qədər uşaqlar uzada bilərik. Deməli, təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni, x istədiyi hər şeyi ala bilər. İkinci, qiymətlər çoxluğu. Qiymətlər çoxluğu isə qrafikdən baxdığımız zaman görürük ki, -1 və 1-dən məhdudlanıb. Üçüncü, dövrüdür və periodu 2π'dir. Yəni, hər 360 dərəcədən bir təkrarlanır. 4. Birinci və ikinci rüblərdə qrafik aşağı düşdüyünə görə azalır. Üçüncü və 4-cü rüblərdə isə artır. Qrafikin yuxarı qalxdığı zaman isə artır. 5, 1 və 4-cü rüblərdə qrafik yuxarı hissədə yerləşdiyinə görə müsbətdir 1-də və 4-də. 2-də və 3-də isə mənfi qiymətlər alır. 6. Qrafikə baxdığımız zaman da görürük ki, kosinus içərisindəki mənfini itirir. Cüt funksiyadır. Fikir verin. Hansı ki, 180 dərəcədə -1, -180-da da -1 alır. Və ya 360-da 1, -360-da da 1. Yəni, işarə onun qiymətini dəyişməsinə təsir eləmir. Gəlin, sinus və kosinusla bağlı belə bir nümunələrə baxaq. Y bərabərdir sinus 3x. Y bərabərdir 3 sinus x. Y bərabərdir sinus 5x minus 4.
Y bərabərdir sinusun kvadratı 4x minus 5 üstə gəl 7. Y bərabərdir kosinus 2x. Kosinus kvadratı x minus 1. Və yaxud da ki, y bərabərdir kosinus 5x topla 4 üstə gəlinsin 7 və s. Bu funksiyaların bizdən uşaqlar ən kiçik qiymətini, ən böyük qiymətini və yaxud da ki, qiymətlər çoxluğunu istəyə bilər. Gəlin birincisindən başlayaq. Birincisində sinus 3x ifadəsində qiymətlər çoxluğunu taparkən yadınızda saxlayın ki, x-in yanında dayanan ədədin onun qiymətlər çoxluğuna heç bir təsiri yoxdur. Yəni, məsəl üçün, sinus x funksiyasının qiymətlər çoxluğu -1 1-dirmi? Sinus 3x ifadəsinin də qiymətlər çoxluğu yenə -1 1 olacaq. İçərisində duran 1-in onun qiymətlər çoxluğuna heç bir təsiri olmayacaq. Lakin qarşıda duran, üzərinə gəlinən və ya çıxılan ədədin onun qiymətlər çoxluğuna təsiri olacaq. Bu birinci ifadənin ən kiçik qiyməti -1-dir, ən böyük qiyməti də 1-dir. İkincisinə baxaq. Sinus x ifadəsi. Sinus x ifadəsinin ən kiçik qiyməti nədir? -1. Ən böyük qiyməti nədir? Müsbət 1. 3-ə vursaq, -3 müsbət 3-ə bərabərdir. Deməli, ən kiçik qiymət -3-dür, ən böyük qiymət isə müsbət 3-dür. Digərinə baxaq. 3 YF içərisində duran ifadənin onun qiymətlər çoxluğuna heç bir təsiri olmayacaq. Yəni, içərisində olduğu ifadəyə baxmadan qarşısında və üzərinə gələn heç bir ədəd olmadığı üçün ən kiçik qiymət -1-dir, ən böyük qiymət müsbət 1. 4. Bir ifadənin kvadratı həmişə ən kiçik halda 0-a bərabərdir. Deməli, sinusun kvadratı ən kiçik halda 0-dır. 0 üstə gəl 7. 7. Ən böyük 1-dir. 1 üstə gəl 7. 8. Deməli, ən kiçik 7, ən böyük 8. 5. Kosinus 2x. Həm sinus, həm kosinus üçün eyni sözlər keçərlidir. Yəni, içərisində duran qiymətin onun qiymətlər çoxluğuna heç bir təsiri yoxdur. Ona görə ən kiçik -1, ən böyük 1 alacaq. 6. 6-cı funksiyamızda kosinusun kvadratı x çıxılsın 1-dir. Kosinusun kvadratı ən kiçik 0 alır, 0 çıxılsın 1. -1. Ən böyük 1 alır, 1 çıx 1 də 0-a bərabərdir. Və sonuncu ifadəmizdə yenə içərisindəki ifadənin ona heç bir təsiri yoxdur. Gəlin qarşısına bir 2 yazaq. Kosinus ən kiçik -1 alır. -1-i 2-yə vuranda -2, üstə gəl 7. 5. Ən böyük 1 alır. 2 vur 1. 2 üstünə də 7 gələndə 9. Deməli, 5, 9. Gəlin danışaq tangens və kotangens x funksiyasının qrafiklərindən və xassələrindən. Y bərabərdir tangens x funksiyası. Koordinat müstəvisini çəkirik. Dərəcələrimizi qeyd edirik. Asimptotlarımızı qeyd edirik. İndi isə qrafikimizi çəkirik. Və bu qrafikləri, asimptotları qurmaqla sonsuz sayda çəkmək mümkündür. Deməli, tangens 90 və 90-ın heç bir tək mislində təyin olunmayıb. Bundan sonra 450 dərəcə gəlirsə əgər, burada da çəkə bilərsiniz uşaqlar. Baxın, bu formada da indi buradan keçməli idi. Və yaxud da burada da -450 olduğu zaman orada da çəkmək mümkündür. Qrafikə baxaraq gəlin təyin oblastını tapaq. Təyin oblastımız nə idi? 90 və 90-ın heç bir tək mislini almırdı. O aralıqdakı qiymətləri alırdı. O zaman -pi/2 üstə gəl pi-k, müsbət pi/2 üstə gəl pi-k. Bu bizim nəyimizdir? Təyin oblastımız. YF qiymətlər çoxluğu. Qrafiki Y oxu boyunca istədiyimiz qədər uşaqları yuxarıya da, aşağıya da uzada bilərik. O zaman qiymətlər çoxluğumuz mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Daha sonra tək funksiyadır.
içərisindəki mənfini birbaşa qarşıya çıxarda bilir. Tangens mənfi x bərabərdir mənfi tangens x-a. Dövrü funksiyadır və periodu pi-dir. Hər 180 dərəcədən bir qiymətlərimiz necə olur? Təkrarlanır. Periodu pi-dir. 5. Sonra bütün rüblərdə artır. Bütün rüblərdə artır. Və birinci, üçüncü rüblərdə müsbət, ikinci və dördüncü rüblərdə isə mənfi qiymətlər alır. İndi isə kotangens x funksiyasına baxaq. Y bərabərdir kotangens x. Qrafikini çəkək. Dərəcələrimizi qeyd edək. 180, 270, 360. X-i mənfi 90, mənfi 180, mənfi 270, mənfi 360 dərəcə. Asimptotlarımızı quraq. Və indi qrafikimizi çəkə bilərik. Y, X. Təyin oblastımız pk. Pi üstəgəl pk. Qiymətlər çoxluğumuz mənfi sonsuzluq. Müsbət sonsuzluq. 3. Tək funksiyadır. İçərisindəki mənfini birbaşa qarşıya çıxardır. Mənfi kotangens x olacaq. Birinci və üçüncü rüblərdə müsbət, ikinci və dördüncü rüblərdə isə mənfi qiymətlər alır. Həmişə azalır. Artmır heç vaxt və dövrüdür. Periodumuz isə pi-dir. Hər 180 dərəcədən bir təkrarlanır. Tangens və kotangeslə bağlı uşaqlar belə bir dənə qeyd verəcəm. Tangens x üstə gəlinsin kotangens x bərabərdir. Qiymətlər çoxluğunu soruşarsa, y-fini soruşarsa belə olacaq. Mənfi sonsuzluq, mənfi 2 birləşir 2 müsbət sonsuzluq. Bir-birinin tərsi olan bütün ifadələrin qiymətlər cəminin qiymətlər çoxluğu buna bərabərdir. Buna aid misallar sizə lazım olacaq. Ona görə qeyd şəklində götürə bilərsiniz. İndi isə danışaq uşaqlar ən kiçik müsbət dövrün tapılmasından. Ən kiçik müsbət dövrün tapılması. Baxaq. Sinus və kosinusda dövrü taparkən üzərindəki dərəcəyə diqqət yetiririk. Əgər üzərimizdəki dərəcə təkdirsə, dövrümüz başqa düsturla, cütdürsə, başqa düsturla tapılır. Y bərabərdir. Sinus üstündə nkx topla b və yaxud da ki, kosinus üstü nkx topla b. Bizim əgər n-imiz təkdirsə, o zaman 2 pi bölünsün modulda k-ya, cütdürsə, n-imiz, t-miz pi bölünsün modulda k-ya bərabər olacaq. Gəlin nümunə göstərək. Məsəl üçün, sinus üstündə 3, 2x minus 1 və yaxud da kosinusun kvadratı 1 çıxılsın 5x. Ən kiçik müsbət dövrü tapanda üstündəki dərəcəyə baxdıq. Əgər 3-dürsə, deməli təkdir və 2 pi bölünsün 3.
şəklində 2 şəklində yazırıq. Çünki bizim k-mız nəyə bərabərdir? 2-yə. Kosinusun üzərində kvadrat var, cütdür. O zaman pi böl k düsturundan istifadə edəcəyik. Pi böl k-mız nədir? -5. Modula saldığımız zaman da müsbət 5 olaraq çıxır. Pi bölünsün 5. Modulu yazmağı unutmuruq. Çünki test toplusunda modulla əlaqəli olan suallar var. Hansı ki modul tənliyin həllərinə gedir. Orada diqqətli olmaq lazımdır. Və yaxud da məsəl üçün sinus 1 çıxılsın 3də 1x. Bu dövrünü taparkən t bərabərdir. Üstlərindəki dərəcə təkdir. Tək olduğuna görə 2 pi böl k olacaq. 2 pi böl k-mız -3də 1'dir. Moduldan 3də 1 çıxır və 6 piyə bərabərdir. Tangensdə və kotangensdə isə üzərindəki dərəcənin nə olmasından asılı olmayaraq onun dövrü olacaq uşaqlar hər iki versiyada tək olur, cüt olur, fərqi yoxdur. T bərabərdir pi bölünsün modulda k-ya. Məsələn tutalım tangens kubu 1 çıxılsın 5də 1x-a. O da bərabərdir. Dövrünü soruşarsa bizdən pi bölünsün k-ya. Modul olduğuna görə mənfi itəcək və 5 piyə bərabər olacaqdır. İndi belə bir qeyd verək. Əgər trigonometrik funksiyaların cəmi və ya fərqinin ən kiçik müsbət dövrünü soruşarsa, məsəl üçün tutalım sinusun kvadratı 1 çıx 4x üzərinə gəlirik. Kosinus 1 çıxılsın 3x. Bizə deyir ki, bu ifadənin ən kiçik müsbət dövrünü tapın. Əgər ayrı-ayrı trigonometrik funksiyaların cəmi və ya fərqi verilib bizdən ən kiçik müsbət dövrü soruşularsa, o zaman hər birinin ayrı-ayrılıqda t'lərini tapırıq. Sonra isə aldığımız t'lərin əkobunu hesablayırıq. Onları toplamaq və ya çıxmaq olmaz. Bəzi şagirdlər ortada toplama var deyə toplayır və yaxud da ki çıxma var deyə çıxır. Bu yanlış üsuldur. Hər ikisinin t'lərini tapıb onların əkoblarını hesablamalıyıq. Gəlin hesablayaq. Birincisində cüt dərəcədəndir. Cüt dərəcədəndirsə pi böl k olmalıdır. K-mız da nədir? -4. Modula salsaq müsbət 4. İkincisi tək dərəcədəndir. Tək dərəcə olduğu zaman 2 pi böl k, modul k, o da 2 pi böl 3. Əkobunu hesablayarkən biz bunların dərəcəyə çevirərək hesablaya da bilərik. Pi böl 4 bizə 45 dərəcəni verir. 2 pi böl 3 isə bizə 120 dərəcəni verir. İndi bunların əkobunu hesablayanda belə də yazmaq mümkündür. 45 15 vurulsun 3'dür. 120 15 vurulsun 8'dir. Hər ikisində 15 olduğuna görə ortaq vuruq çıxardırıq. 3 ilə 8 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərində əkobu onların hasilidir. 3 vur 8. Yəni bir sözlə 8 vurulsun 15 120. 120'ni də 3'ə vuranda 360. 360 da bizi əgər onu radianla ifadə eləsək 2 pi şəklində olacaqdır. Deməli pi böl 4 və 2 pi böl 3'ün əkobu nəyə bərabərdir? 2 pi'yə. O zaman bu iki ifadənin də cəminin ən kiçik müsbət dövrü bərabər olmuş olacaq 2 pi'yə. Gəl trigonometrik funksiyalarla bağlı belə bir qeydə baxaq. Əgər trigonometrik funksiyalardan birini verib digərinə soruşarsa, onu tapmağın ən səmərəli yollarından biri də düzbucaqlı üçbucaq üsuludur. Hərçənd ki biz əsas eyniliklərdə də aparıb yerinə qoyaraq o düsturdan istifadə edərək tapa bilərik. Lakin bu üsul da bizim üçün səmərəli yollardan biri olacaq. Məsələn, sinus alfa bərabərdir 5'də 3'ə. Sinus alfa 5'də 3'ə və alfa da ikinci rübbün bucağıdır. Bizdən kosinusu, tangensi və yaxud da ki kotangensi istəyə bilər. Əgər trigonometrik funksiyalardan birini verib digərini soruşursa, o zaman biz düzbucaqlı üçbucaq çəkirik və bu üsulu tətbiq eləməyimizdən ötürü mütləq rübb verməlidir və yaxud da istədiyi ifadədə kvadratlı bir şey olmalıdır ki, onun işarəsinin heç bir önəmi olmasın. Məsəl üçün mənfi belə olsa, kvadrat olduğu zaman onu cüt dərəcədən müsbətə çevirdiyinə görə önəm daşımayacaqdır. Sinus alfa 5'də 3'dürsə biz bilirik ki, sinus qarşıdakı katet bölünsün hipotenusdur. Yəni bura 3 düşəcək, bura isə 5 düşəcək. Pifagor teoreminə əsasən digər kateti tapırıq 4 və bu bucağın kosinusunu tapmaq lazımdırsa, bitişik tərəf bölünsün hipotenus, yəni 4 böl 5. İkinci rübbün bucağında kosinus mənfidir, qarşıya mənfi. Tangens qarşıdakı katet böl bitişik katet, yəni 3 böl 4. İkinci rübdə mənfidir, qoyuruq qarşıda mənfi və yaxud da ki kotangensi də mənfi 4 bölünsün 3.
onun tərsinə bərabərdir. Başqa bir nümunəyə baxaq. Məsələn, tangens alfa bərabərdir 2-yə. 3-cü rübbün bucağıdır. Bizdən soruşur sinus, kosinus və yaxud da ki tangensi. Bucağımızı qeyd edirik. Tangensin qarşıdakı katet bölünsün bitişik katet olduğunu nəzərə alsaq, məxrəcə 1 yazaq ki, 2/1 formasında olsun. Pifagor teoreminə əsasən hipotenuzu tapırıq. Sinus alfa qarşıdakı katet bölünsün hipotenuz, yəni 2/kök5, 3-cü rübdə mənfidir. Kosinus bitişik katet bölünsün kök5, qarşısını mənfi qoyuruq. Tangens alfa isə qarşıdakı katet böl bitişik katet. Tangensi verib zaten 2 idi. Kotangens alfa isə bitişik katet bölünsün qarşıdakı katet 1/2 və 3-cü rübdə müsbətdir. Trigonometrik cədvəldən danışaq. Burada bucaqları qeyd eləyək. 30, 45, 60, 90, 180, 270 və 360. Sinus, kosinus, tangens və kotangens. Sinus 30 dərəcədə uşaqlar alır 2/1. Kosinus 30 dərəcədə alır kök 3/2. Tangens 30 dərəcədə alır kök 3/3. Kotangens isə kök 3-ə bərabərdir. Sinus 45 dərəcədə alır kök 2/2. Kosinus 45 dərəcədə alır kök 2/2. Tangens və kotangens isə 1-ə bərabərdir. 60 dərəcədə sinus alacaq kök 3/2-yə, kosinus alacaq 2/1-ə, tangens alacaq kök 3 və kotangens alacaq kök 3/3-ə. 90 dərəcədə sinus 1, kosinus 0, tangens təyin olunmayıb, kotangens isə 0-a bərabərdir. 180 dərəcədə sinus 0, kosinus -1, tangens 0 və kotangens təyin olunmayıb. 270 dərəcədə sinus -1, kosinus 0, tangens təyin olunmayıb və kotangens 0. 360 dərəcə və 0 dərəcə eynidir uşaqlar, üst-üstə düşəcək. Bərabərdir 0 dərəcəyə. Sinus 0, kosinus 1, tangens 0, kotangens isə təyin olunmayıb. İndi isə gəlin danışaq çevirmə bucaqlarına, çevirmə düsturlarına. Çevirmə düsturları. Deməli, trigonometrik funksiyalar 90 və 90-ın tək misillərində. Onun tərifi verməmişdən əvvəl belə bir şey qeyd edeyim. Bizdən bəzən soruşulacaq 120 dərəcə, bizdən soruşulacaq 150 dərəcə və yaxud da ki 240 dərəcə. Biz bunları uşaqlar çevirmə düsturlarının köməyi ilə istifadə edərək nəyə bərabər olduğunu tapacağıq. Belə deyək ki, bu bucaqların birinci rübbə gətirilməsi də adlanır bu. Verilən bucağın ilk əvvəl biz bilməliyik ki, o hansı rübdə yerləşir. 120 dərəcə məsələn yerləşir 90 və 180 arasında, yəni ikinci rübdə. İkinci rübdə yerləşən bir bucağı ya 90 üstə gəl 30 kimi, ya da 180 çıxılsın 60 kimi ifadə edəcəyik. Və belə bir tərifi verək, başda da dedim, 90 və 90-ın tək misilləri formasında yazırıqsa, hər bir trigonometrik funksiya öz qoşması ilə adını dəyişir. Digər hallarda, yəni cüt versiyalarında, 90-ın cüt hallarında isə, misillərində isə adını dəyişməyəcək və işarə əvvəlki funksiyanın yerləşdiyi rübbə görə təyin olunacaq. Biz sinus 120 dərəcəni yaza bilərik sinus 90 üstə gəlinsin 30 kimi. O zaman sinus 90-da adını dəyişəcək, olacaq qoşması və trigonometrik funksiyalarda sinusun qoşması kosinus, kosinusun qoşması isə sinusdur. Tangensin qoşması kotangens, kotangensin qoşması isə tangensdir. 90 üstə gəl 30 şəklində yazdığımız zaman 90 artıq adını dəyişir, kosinusa çevirir və
90'dan istifadə eləmirik. Kosinus 30 dərəcə formasında yazırıq və ikinci rübdə sinus müsbətdir, qarşısındakı işarə müsbət olacaq. Kosinus 30 dərəcədə kök 3 böl 2-dir. Sinus 150 dərəcəni gəlin 180 çıxılsın 30 formasında yazaq. 90'ın cüt mislidir 180. Ona görə adını dəyişməyəcək və artıq 180 dərəcə ilə işimiz yoxdur. Adını dəyişmirsə olacaqdır sinus, olduğu kimi qalır və 30 dərəcəni qeyd edirik. Sinus 30 dərəcədə dağılır nə? 2'də 1 və ikinci rübdədə sinus müsbətdir, işarəsinə toxunmuruq. Kosinus 240. 240 üçüncü rübbün bucağıdır. Üçüncü rübdə yerləşən bucağı ya yazacağıq 270 çıxılsın 30 kimi, ya da 180 üstə gəlinsin 60 kimi. Gəlin yazaq 270 çıxılsın 30 dərəcə. 270 90'ın tək mislidir. 90'ın tək misli olduğuna görə də adını dəyişəcək, çevriləcək sinusa. Sinus 30 dərəcə yazacağıq və 240 üçüncü rübbün bucağıdır. Kosinus 240 da ona görə işarə olaraq mənfi olacaq. Mənfi sinus 230, yəni mənfi 2-də 1'ə bərabərdir. Başqa bucaqlara baxaq, nümunələrə baxaq. Məsəl üçün tangens 225 dərəcə. 225 dərəcə üçüncü rübbün bucağıdır və üçüncü rübbün bucağıdırsa iki formada yaza bilərik. Hansı formada yazmaq sizin könlünüzdən asılıdır. Yəni hansı formada istəsəz yaza bilərsiniz. 180 üstə gəl 45 kimi yazsam 180 90'ın cüt mislidir və adını dəyişməyəcək. Tangens olduğu kimi qalacaq. Tangens 45 dərəcəyə bərabərdir və üçüncü rübdə tangens müsbət olduğuna görə işarəyə toxunmuruq. Tangens də 45'də 1 alır. Baxaq, kosinus 300 dərəcəyə. 300 dərəcə 4-cü rübbün bucağıdır. 4-cü rübbün bucağını biz ya yaza bilərik 270 üstə gəl 30 və ya da 360 çıxılsın 60 kimi. Gəlin yazaq 270 üstə gəlinsin 30 və 270 90'ın tək misli olduğuna görə adını dəyişəcək, sinusa çevriləcək. Sinus 30 dərəcə və 4-cü rübdə kosinus müsbət olduğuna görə işarə də müsbətdir. 2'də 1. Kotangens olsun 300 məsəl üçün 30 dərəcə. 4-cü rübbün bucağıdır. 4-cü rübbün bucağı olduğuna görə 360 çıxılsın 30 kimi yazaq. Və yaxud da 270 üstə gəl 60 formasında da yaza bilərsiniz. İndi 360 90'ın vur 4 bərabər olduğuna görə artıq o gedəcək və qalacaq kotangens sadəcə 30 dərəcə. 4-cü rübdə kotangens mənfidir deyə mənfi işarəsini qarşıya qoyuruq. Mənfi kök 3. Başqa nümunələrə baxaq. Məsəl üçün qarşımıza çıxar uşaqlar belə bir bucaq. Tutalım sinus 750 dərəcə. Siz 750 dərəcəni yazacaqsınız uşaqlar. Sinus 720 üstə gəlinsin 30 şəklində. 720 90 vur 8 olduğuna görə cüt mislidir və cüt misli olduğuna görə də adını dəyişməyəcək. Sinus 30 dərəcə şəklində qalır və birinci rübbə düşəcəkdir. Rübbünü də təyin edirsiniz işarəsindən ötürü və 2'də 1'ə bərabərdir. Bu formada əgər böyük dərəcələr verilibdirsə, onların içərisində neçə dənə 360 varsa onları tapıb kənarda qalan bucağa uyğun olaraq yaza bilərik. Radyonla ifadə olunan formalarına baxaq. Məsəl üçün kosinus 2pi çıxılsın alfa və yaxud da ki sinus pi üstə gəlinsin alfa. Tangens 3pi bölünsün 2 çıxılsın alfa və yaxud da kotangens 5pi bölünsün 2 çıxılsın alfa. Olsun sinus 7pi bölünsün 2 üstə gəl alfa və s. ilaxır. Bu formada verilən bucaqlarda isə siz koordinat müstəvisində əvvəlcə bu bucaqların hara yerləşdiyini və ya neçə dərəcə olduqlarını bilməlisiniz. 0, pi bölü 2, pi, 3pi bölü 2, 2pi. 2pi budur, yəni 360 dərəcədir. 360 dərəcədə 90'ın cüt misli olduğuna görə adını dəyişməyəcək. 90'dan 360'dan bucaq çıxsaq geriyə saat əqrəbi istiqamətində gəldiyimiz üçün 4-cü rübdür və 4-cü rübdə də kosinus müsbət olduğuna görə kosinus alfaya bərabərdir. Sinus pi üstə gəl alfa. Pi 180 dərəcədir. 180 90'ın cüt mislidir. Adını dəyişməyəcək. 180'ın üzərinə bucaq gəldiyimiz zaman düşəcək 3-cü rübbə və 3-cü rübdə sinus mənfi işarə aldığına görə mənfi sinus alfaya bərabərdir. Tangens 3pi bölünsün 2 çıxılsın alfa. Tangens 270 dərəcədir. Adını dəyişəcək. 90'ın tək mislidir. Kotangens alfaya çevriləcək. Bucaq çıxıramsa əgər
Saat əqrəbi istiqamətində gəldiyim üçün 3-cü rütbə düşür. 3-cü rütbədə tangens müsbətdir, olduğu kimi qalır. Kotangens 5 pi bölü 2. 90'ın tək mislidir. Ona görə adını dəyişəcək, tangens alfaya gedəcək. Rübbü tapmaq üçün isə əvvəlcə baxırıq ki, 5 pi bölü 2 hara düşür. Pi bölü 2, 3 pi bölü 2, 5 pi bölü 2, 7 pi bölü 2, 9 pi bölü 2, 11 pi bölü 2. Bu formada biz bucaqları dəyişə bilərik. 5 pi bölü 2 düşəcək. Baxın, bura uşaqlar 450 dərəcə düşəcək bura. Və 5 pi bölü 2'dən bucaq çıxırıqsa, geriye qayıdacağıq. O zaman olacaqdı. Daha doğrusu bu yan tərəfə, yəni saat əqrəbi istiqamətində gələcəyik. Birinci rütbə və birinci rütbədə bizim kotangensimiz, sinusumuz, kotangensimiz müsbət olduğuna görə tangens alfa olduğu kimi qalır. Sinus 7 pi bölünsün 2 üstə gəlinsin alfa. 7 pi bölü 2 düşəcək bura. 7 pi bölü 2 də adını dəyişəcək, tək misli olduğuna görə kosinus alfaya çevriləcək və üzərinə bucaq əlavə eləyiriksə 4-cü rübbün bucağıdır. 4-cü rübdədə sinus mənfidir. Ona görə qarşısına mənfi işarə qoyuruq. Əgər bizə dərəcə kvadratlı formada verilibsə, məsəl üçün sinusun kvadratı 3 pi bölü 2 üstə gəlinsin alfa verilibdirsə, kvadrata uyğun olaraq biz burada işarə təyin eləməyəcəyik. Sadəcə adını dəyişib dəyişmədiyinə baxacağıq. Sinus kvadratı 3 pi bölü 2 3 pi bölü 2 90'ın tək mislidir. Ona görə kosinusa çevriləcək və işarəni olduğu, yəni müsbət formasında saxlayırıq kvadratı ilə bir yerdə. Gəlin belə bir qeyd verək. Trigonometrik funksiyalarda əgər a sinus x plus minus b kosinus x ifadəsini verib ən kiçik, ən böyük qiymətini soruşarsa, o zaman biz əvvəlcə onun əmsallarının kvadratlarının cəmini tapaq. Kənarda a kvadrat üstə gəl b kvadratı. Bu ifadənin ən kiçik qiyməti mənfi kök altında a kvadrat üstə gəl b kvadratı, ən böyük qiyməti isə müsbət kök altında a kvadrat üstə gəl b kvadratına bərabər olmuş olacaq. Gəlin belə bir nümunə göstərək. 3 sinus x çıxılsın 4 kosinus x. Bu ifadənin ən kiçik qiymətini soruşur. Ən kiçik qiymətini tapmaqdan ötürü əvvəlcə əmsalların kvadratlarının cəmini tapmaq lazım kök altında. O da eləyəcək kök altında 25. Kök altında 25'dən də çıxır uşaqlar 5. Ən kiçik qiymətimiz mənfi 5'dir. Ən böyük qiymətimiz isə müsbət 5'dir. Aralığındakı qiymətləri də soruşa bilər. Ona uyğun olaraq siz misalı həll edərsiniz. Buna uyğun başqa bir nümunə göstərək. Məsəl üçün bizə verə bilər y bərabərdir 3 sinus kvadratı x üstə gəlinsin 7 kosinus kvadratı x. Bu ifadənin ən kiçik və ən böyük qiymətini tapın sualı verilsə əgər, o zaman biz əvvəlcə 7 kosinus kvadratı x-ını parçalayacağıq. 3 sinus kvadratı x üstə gəlinsin 3 kosinus kvadratı x plus 4 kosinus kvadratı x şəklində qeyd edirik. Səbəbi də ona görədir ki, bu ikisindən 3'ünü ortaq vuruq çıxartsaq, kənarda qalan sinus kvadratı x üstə gəlinsin kosinus kvadratı x, bunların cəmi bizə əsas eyniliyə görə 1'i verəcək. 3 vurulsun 1 üstə gəl 4 kosinus kvadratı x ifadəsi qalır və bu ifadənin də ən kiçik, ən böyük qiymətini tapmaqdan ötürü olacaqdır. Ən kiçik kosinusun kvadratı nə alacaqdır? 0, 3 üstə gəl 0, 3. Ən böyük qiymətdə kosinus kvadratının 1'dir. 3 üstə gəl 4 də 7. Yəni bu ifadənin ən kiçik qiyməti 3'dür. Ən böyük qiyməti isə 7'yə bərabərdir. Trigonometrik funksiyalar haqqında qaydamız bu qədər.